kişilik kiməsə göz ağartmaq, kiməsə gözünün odunu almaq, zəifi tapdalamaq deyil. Kişilik pak yaşamaqdır, təmiz özünü qoruyaraq yaşamaqdır və bu da müəyyən qədər çətindir. Amma insan anlasa ki, imtahan dünyasındadır. Biz bəzən deyirik ki, mən indi imtahandayam. Bu yanlış sözdür. Həyatın hər bir kiçik və böyük hadisəsi imtahandır. Biz səhər evdən çıxırıq, biri bizə salam verir, imtahandır, biri bizə üzünü turşudur, imtahandır, biri bizi tərifləyir, imtahandır, biri bizi təhqir edir. Hər bir kiçik və böyük hadisə imtahan çərçivəsindən xaricdə deyil və ona görə də insanın özünü qorunması üçün həyatın fəlsəfəsini bilməsi lazımdır. Həyata həddindən artıq bağlanmayın deyilib, ona görə yox ki, biz əlimiz soyusun və axirətə yönəlib dünya işlərini buraxaq. Xeyr, həyata bağlanmadan onu yaşayanda həyatdan daha çox zövq alırsan. İtkilər səni çox narahat etmir, uğurlar sənin başını gizəlləndirmir.